Bugün Azərbaycanda yeganə olan Bakı folklorunun 65 yaşı tamam olur. Folklorun 65 illiyi münasibəti ilə bugün xidmətdən istifadə ödənişsizdir. Bakı folkloru şəhəri yüksəkdən izləmək üçün ən yaxşı vasitədir. Qeyd edək ki, Bakı folkloru 5 may 1960-cı ildə istifadəyə verilib. O, tanınmış dövlət xadimi, mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. Folklorun 2 stansiyası var, Bəhramgür və Şəhidlər Xiyabanı stansiyaları. Folklordan istifadə edənlər arasında şəhər sakinləri ilə yanaşı turistləri də görmək mümkündür. Ben ikinci kere geliyorum. İnşallah yine gelirim. İlk defa ki bindim buna. Evet. Benim hoşuma gitti. Biz Almanya'dan geldik. Çok mutluyuz, çok sevinçliyiz. İlk kez biniyorum. İlk kez şehitleri ziyaret ettik. Çok güzel, çok temiz bakılmış. Her yer pırıl pırıl, cennet gibi. Bu üçüncü dəfəmdir minirəm. Yəni heç bir yerdə yoxdur. Bu çox gözəl bir şeydir. Folklor vasitəsilə çox gözəl görsənir şəhər. Bakı şəhəri Folklor İdarəsinin rəisi Tofiq İsmailov bildirdi ki, folklor bir neçə dəfə əsaslı təmir olunub. 2013-cü ildə cənab prezidentimizin sərəncamı ilə folklor tam yeniləndi. Gördüyünüz kimi hər iki stansiya söküldü, yenisi inşa olundu. Yolda işballar, dəmir yol reysləri tam dəyişildi, qurğular dəyişildi, bütün avadanlıqlar dəyişildi. Vaqonlar, bu vaqonlar gördüyünüz vaqonlar xaricdə sifariş əsasında istehsal olunub, gətirib xəttə quraşdırılıbdır. Folklora həmişə maraq olub, deyim ki, yəni folklorun quruluşu tək nəqliyyat vasitəsiz deyil, həm də ki, o şəhərin mənzərəsi gediş vaxtı çox gözəl görünür. Ona görə də maraq həmişə olubdur. İndi müəyyən vaxtlarda insan axımı az da olur, çox da olur, yəni turistlər gəlir. Qeyd edək ki, stansiyalar arasında məsafə 455 metrdir və 3 dəqiqə ərzində bir stansiyadan digərinə çatmaq mümkündür. Bu nəqliyyat vasitəsi orta hesabla 2000 sərnişini daşımaq imkanına malikdir. Nuray Qədirli, Arif Əliyev, APA TV.